Bu günləri sizinlə sətirlər üzərində aparılan bir sıra metodlar haqqında danışacağıq. Bu metodlardan biri find metodudur. Gəlin görək bu find metodu nə iş görür sətir üzərində. Təsəvvür edək ki, A dəyişəninə hər hansı bir Python sətri mənimsədilib. Və deyilir ki, A.find. Uşaqlar, burada find metodu verilmiş simvolun indeks nömrəsini ekrana çıxardır. Tutaq ki, burada mən versəm T simvolu, mən artıq find tərifində deyirik ki, find sətirdə qeyd olunmuş hər hansı simvolun indeks nömrəsini ekrana çıxardır. Biz indeksləyəndə uşaqlar deyirdik ki, sıfırdan başlayırıq. Bunu indeksləsək 0, 1, 2. Deməli, T simvolunun indeks nömrəsi 2-dir. O zaman nəticə ekrana 2 çıxmış olacaq. Daha sonra uşaqlar, sətirlər üzərində aparılan metodlardan biri də, deməli, indeks metodudur. İndeks metodu da eynən find metodu kimi işləyir. Sadəcə find metodundan indeks metodunun bir fərqi var. İndi gəlin eyni dəyişəni verək. Məsələn, find metodunda yenə Python dəyişənini verdiyim kimi indeks metodunda da yenə A dəyişəninə Python sətrini mənimsədirəm və bu səfər deyirəm A indeks qeyd edirəm H simvolun. Yəni bu nə deməkdir? A dəyişəninə mənimsədilmiş Python sətrində H simvolunun indeks nömrəsini yenə ekrana çıxardacaq. Find metodu ilə eyni işləyir. Yenə indeksləyəndə uşaqlar bunun indeks nömrəsi biz sıfırdan başlayırıq. 0, 1, 2, 3. Bu zaman nəticə ekrana 3 çıxacaq. Sadəcə find metodu ilə indeks metodunun fərqi nədir uşaqlar? Find metodu verilmiş sətirdə hər hansısa bir simvolu axtarırıqsa, tapmayanda -1 verir nəticə find metodu. Amma indeks metodu isə verilmiş sətirdə axtarılan hər hansı bir simvol yoxdursa, o zaman nəticə xəta verir. Bir də uşaqlar, sətirlər üzərində aparılan metodlardan biri də replace metodudur. Gəlin görək bu replace metodu nə iş görür? Replace metodu əvəz etmə deməkdir. Replace, yəni verilmiş birinci sözü hər hansısa bir digər qeyd olunan ikinci sözlə əvəz edir. Məsələn, tutaq ki, A dəyişəninə mənimsədirəm salam uşaqlar sətrini mənimsədirəm və deyirəm ki, A replace salam sözün əvəzlə sağ ol sözü ilə. Bu zaman nəticə olacaq. Deməli, əvəz etmə deməkdir. Yəni, birinci yerdə dayanan salam sözün əvəz eləyəcək sağ ol sözü ilə. Nəticə olacaq sağ ol, sağ olun. Sağ olun uşaqlar. Bu da sətirlər üzərində aparılan metodlardır.